Son illər müəllimlərin maaşlarında artım dinamikası müşahidə olunur və bu proses mərhələli şəkildə davam edəcək. Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açıqlamasında bildirib. Sədr əlavə edib ki, hazırda müəllimlərin orta aylıq əmək haqqı təxminən 1000 manata yaxındır və bu rəqəm ildən ilə dəyişərək artırılacaq. Xüsusilə full-time, tam ştat rejimində çalışan müəllimlərin maaşları daha yüksək olacaq. Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq olunan sertifikasiya proqramı müəllimlərin gəlirlərinə birbaşa təsir göstərir. Sertifikasiyadan uğurla keçən müəllimlərin maaşları 10-15%, bəzi hallarda isə 30-35%-ə qədər artırılacaq. Vüqar Orucun fikrincə, bu mexanizm müəllimlərin peşəkar inkişafına stimul verir və təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Əvvəlki illərdə aşağı maaş səbəbindən bir çox müəllim əlavə qazanc üçün repetitorluğa üstünlük verirdi. Lakin hazırda əmək haqqılarının artması müəllimlər üçün daha stabil gəlir imkanları yaradır. Lakin bunu da qeyd etmək lazımdır ki, mövcud maaşlar müəllimlərin gördüyü işin tam qarşılığı deyil, müəllimlərin əməyinin dəyəri daha yüksək olmalıdır. Əgər biz repetitorluğa ehtiyacı azaltmaq istəyiriksə, rəsmi maaşlar artırılmalıdır. Yüksək əmək haqqı həm təhsilin keyfiyyətini artırar, həm də müəllimləri qeyri-rəsmi fəaliyyətə yönəldən amilləri zəiflədər. Əsas məqsəd məktəbdə verilən təhsilin ali məktəbə qəbul üçün kifayət etməsidir. Gələcəkdə büdcə imkanları və özəl təhsil sektorunun genişlənməsi bu istiqamətdə əlavə artımlara şərait yarada bilər.